Elxan Xəsənov, Məhəmməd Əli Osmanlı çox kəmər döyüşü hal-hazırda biz görəcəyik. 5 raund 5 dəqiqədən çox maraqlı bir qarşı durma olacaq. Hal-hazırda siz Conor McGregor Azərbaycan sayağı görürsünüz. Və döyüşün digər oktagonun digər kündündə isə ola bilsə biz Xəbib Nurmagomedov Azərbaycan sayağı görəcəyik. Və döyüş başlayır. Bəli, beləliklə çempion döyüşü, ilk çempion döyüşümüz başlayır. 5 raund 5 dəqiqədən. Wow! Və Məhəmməd Əli kəşfiyyatdan başlayıb məncə. Bu zərbə ilə daxil deyildi. Kəşfiyyat demək olmaz. Məncə kəşfiyyat qaldı Razıvalkada və indi döyüşçülərə heç saniyələrdən çox gözəl başa düşülür. Bəli, biz görmüşük face to face mərasimində bunlar bir-biri ilə toqquşdular və orada çox maraqlananlar yaşadıq biz. Sabit Səmədov onlara ayırmaq çalışırdı. 5 raund bu döyüşü belə aparmaq var. Bunu fikirləşmək lazımdır. Görürsən döyüşçülər belə aparacaqlarmı bu döyüşü? Çox maraqlı bir stilistikanı biz